Bundan əvvəl paylaşdıqlarımda danışmışıq nədən? Enerjiden, şükürlərimizdən, nələr mümkünlərdən. Bunlar üçün həyatda nə lazımdır? Bunlar üçün enerjinin yaxşı olması üçün, işlərimizin alınması üçün bizə lazımdır inanmaq, inam gətirmək. Hər şeyə aşırı dərəcədə nətər ki Allah bizi inanır, bizim bütün olacaqlarımızı qəbul eləyir. Biz də onu qəbul eləyib və olacaqlara güclü inam lazımdır insanın dəyişməyi üçün, gözəl insanlar. Və mən də dəyişimim üçün inandım oxuduqlarıma, eşitdiklərimə. Mən orta məktəbdə oxuyanda bizdə müəllim bizə bir hadisəni danışmışdı. İndi başa düşürəm, indi çözürəm o hadisənin nə demək istəyirdi bizə müəlliməmiz. O müəlliməmiz danışır ki, bir kişi xeylağı olur və bu soyuducu ustası olur. Girir soyuducunun içinə və o qədər inanır ki, mən birdən donub ölərəm. İnanırsınız gözəl insanlar, müəlliməmizin bizə danışdığı, deyir sabahlarım gəlir oranın işçiləri, baxır ki, bu kişi həqiqətən də onun içində donub ölüb. Amma onun içində buz yox, bir şey yox. İndi mən onu çözürəm o hadisəni, gözəl insanlar. O kişidə o qədər inam olubdu ki, hər şeyə. Əgər biz bir inanırıqsa ki, biz bu yola çıxıb bunu eləyirik, o hadisə olur. Gözəl inanmaq üçün gözəl fikirləşmək lazımdır. Gözəl fikirləşirsən və eləyəcəyin işə inanırsan. O məndə var, gözəl insanlar. Mən hər şeyin yaxşı olacağına həmişə inanmışam uşaqlıqdan. Lap balaca olanda, vaxtı Sovetin vaxtı idi, gözəl insanlar o vaxtı namaz qılmağa baxırdılar, insanlar qəbul eləmirdi, oruç tutmağı insanlar qəbul eləmirdi. Amma mənim bir möhkəm inam var idi ki məndə, mən namaz qılaram. Mən namazı harda başladım? Uzun illər mən Rusiyada yaşamışam və getdim Rusiyaya, Allah mənə o inandığıma görə mənə namazı orada qismət elədi. Qayıdıb Azərbaycana gələndə anam, valideynlərim baxdı, deyir ki, bu nədir? İnsanlar, mənim o namaz qılmağım, mənim oxumağım, mənim dəyişməyim, mənim gözəl insanlar mənim qarşıma çıxmağım, bunların hamısı mənim Allaha böyük inamım, Allaha böyük sevgim və hadisələrə real baxmağımdır. Gözəl insanlar. İnam həyatda çox şeyi həll eləyir. İnam insanın ən iti qılıncıdır. Əgər siz olan hadisəyə gözəl inamla, gözəl fikirlə yanaşsaz, sizin də bütün həyatınız dəyişəcəkdir, həyatınız. Həyatınızı dəyişmək üçün hər şeyə gözəl baxmaq lazımdır. Gələn videolarımda inşallah sizə gözəl dualar paylaşaram. Nələrəsə gözəl inanmaq üçün gözəl təlimlər keçmək lazımdır, gözəl kitablar oxumaq lazımdır, həyatda gözəl insanlarla təmasda olmaq lazımdır, həyatın gözəlliklərini görmək üçün, həyatda olan hadisələrin sənin üçün dəyərli, önəmli olması üçün, elədiyimiz şükürlər üçün, elədiyimiz mümkünlər üçün onun hamısına inanmaq lazımdır. Adi bir hadisəyə inanarsansa, yetirir Allah onu. Mən öz həyatımda onu görmüşəm, çözmüşəm. Mən olmayacaq şeylər mənim həyatımda baş verib. Olmayacaq. Mən Azərbaycanda, Azərbaycan dilində qurtarmışam məktəbi. Qarabağ müharibəsi idi. Ona görə mən gedib təhsilimi davam eləyə bilmədim. Amma mənim inamım, mənim o həyata eşqim məni gətirdi. 32 yaşında mən Rusiyada qəbul oldum. Pedaqoji kollecə, bağça müəlliməliyinə oxudum. 4 il oxudum və bu insanlara çox qəribə gəldi ki, sən bu yaşda, sənin övladların, ailə qayğıları, amma mən ona o qədər inandım ki, mən bunu bacaracam. Sonra məndə bu bir sevgi də oyandı. Mən oxumaq eşqi həmişə məndə var. İndi mənim bəlli bir yaşım var.
Amma Allah mənə o inancıma görə, Allah mənə Allahı çox sevdiyimə görə, Allahın əlində mümkün olmayan heç nə yoxdur, gözəl insanlar. Allaha inanıb, Allahın verdiklərinə mümkün qədər belə gözəl baxmaq lazımdır. Və mən indi psixoloqluq sənətinə yiyələnirəm. Az bir vaxtda Allah onu inşallah qismət eləyər. Mənim cavanlara bir tövsiyəm də var. Bəlkə bu videolarıma cavanlar baxar. Mənim gözəl balalarım, mənim gözəl cavan, gözəl qızlar, oğlanlar, gözəl təhsil almaq istəyənlər. Əgər siz təhsil almaq istəyirsinizsə, fikirləşirsiniz ki, buna imkan yoxdur, mən gedə bilmərəm, mənim buna param yetməz. Bunlar hamısı sizin inanclarınızdır, gözəl balalarım. Bunlar üçün bir dəftərinizin bir tərəfinə yazın. Mənim təhsil almam üçün nələr mümkün? Əgər mən bunları siz yaşda olanda bilsəydim, mən onu çoxdan indi oxumuşdum, çoxdan təhsil yiyəsi olmuşdum, hər şeyi bilmişdim. Amma indi mən bildiyimi sizə deyirəm, gözəl mənim balalarım. 10-11-ci sinif şagirdləri, mən bunu sizə tövsiyə eləyirəm. Yazın dəftərinizin bir qırağından. Mənim təhsil almam üçün nələr mümkün? Mənim gözəl bilik sahibi olmam üçün nələr mümkün? Və bu mümkünləri bizə yaşadan inandığımız, inancımız və Allahımızdır. Əgər olmursa da onu olmuş kimi qəbul eləyin. Olsa da olur, olmasa da olur. Bu cümləni sizə belə təhlil eləyə bilərəm. Allah bizə nə verirsə, yaxşı ya pis, biz onu qəbul eləyirik. Gözəl işlərlə məşğul olmağı sizə mən tövsiyə eləyirəm. İnanc sizə tövsiyə eləyirəm, inanın, hər şeyin yaxşı olmasına inanın. Öpürəm hamınızı.